Salam, hər birinizi xoş gördük. Mənim gözəl, dəyərli, çox istədiyim qızlarım. Necə deyim, yəni bilmirəm özümü necə ifadə edeyim sizə. Çox sağ olun, var olun ki, gözəl dəstək olursunuz. Dəstək olursunuz deyəndə ki, yəni videolarımın baxış sayları çoxalır və mən hiss edirəm ki, siz daha çox istəyirsiniz videoların olmasını. Baxış sayları çox olsa, inşallah ki, həftədə 2 dəfə eləyərik. Ümidvaram ki, yaxşısınız. Heç bir sıxıntınız, probleminiz yoxdur. Bunu ümid edirəm. Ben kartlarım qarışıb bir-birlərdən, onları düzəldim mən. Ona qədər danışaq sizlə. Ümidvaram ki, yaxşısınız, sıxıntınız yoxdur, hər şey qaydasındadır. Sıxıntınız varsa belə, yəni tezliklə keçməsini arzu edirəm sizə. İnşallah ki, həyatınızda hər bir şey ürəyinizcə olsun. Bilirsiniz ki, mən şəxsi açılım eləmirəm və burada sadəcə olaraq həftədə bir dəfə sizlə görüşürük. Həftəlik açılım edirik. Kartlar niyə belə qarışıb bilmirəm. Məncə düzəldi və başlayaq. Görək 18 və 25 may tarixində bizi nə gözləyir? Nə yenilik olacaq? Həftəmiz monoton mu keçəcək, yoxsa ürəyimiz istədiyi kimi olacaq? Videom sırf izləyicilərimə aiddir. Nəinki izləyicilərim, belə deyim. Nəysə demirəm, amma mən qəlbən bilirəm də nə demək istədiyimi. İzləyicilərimə aiddir. Kənar şəxslər izləməsin. Heç bir necə izah edeyim sizə? Yəni abunə deyilsiniz və yaxud da ki, takip etmirsiniz, yorum yazmırsınız, heç bir şey eləmirsiniz. Gəlib baxıb gedirsinizsə, sizə aid deyil bunlar. Bəzi şeylər deyəcəkdim, amma demirəm. Demirəm, o mənim ürəyimdədir və bunlar keçərlidir. Birinci, ikinci və üçüncü. İnanın ki, bu dəstələr, bu gördüyünüz kart dəstələri sizin enerjinizlə doludur da, yəni. Çünki şəxsi açılım etmədiyim üçün, yəni bunlara o qədər sizin enerjiniz yüklənir ki, görürsünüz təkrar eyni kartlar. Və mən yeni kart almağı hiç düşünmürəm də, çünki ancaq YouTube üçün paylaşıram bunları və bunlar sizin enerjinizdən doludur. Kim üçün vaxt azca videonu saxlaya bilərsiniz? Görün sizə necə rahatsa, elə də edin. Yəni məncə seçmişsiniz və gəlin başlayaq birinci dəstəklə. Görək həftəmiz necə keçəcək, necə olacaq? İstər iş, maddiyyat, təhsil, istərsə də ki, sevgi həyatımız necə olacaq? Buna baxacağıq. Birinci sıramız bizim maddiyat, iş, pul bunlardır. İkinci sıramız bizim sevgi həyatımız, şəxsi həyatımız. Görək nə vəziyyətdədir. Və həftəmiz hərəkətli mi olacaq? Buna baxacağıq. Birinci sırayla başlayırıq. Tələbələrin çoxluğunu görüyorum. Tələbəsiz, ya nə bilim hazırlaşırsınız, ya yaşınız müəyyən qədərdir, amma yenə də təhsillə bağlı. Kitab, ola bilsin ki, kitab çox oxuyursunuz, o da ola bilər. Ada çevirə bilmirəm, Burada belə bir şey deyim sizə. Əksəriyyətimiz sanki işləmirsiniz, amma baxımlısınız. Amma qəşəngsiniz, baxımlısınız, özünüzü sevirsiniz, özünüzə dəyər verirsiniz. Heç kim sizdən üstün deyil. Bəziləriniz burada tələbə ola bilərsiniz. Ya müəyyən yaşınızda ola bilər, amma yəni ya harasa hazırlaşırsınız. Olub bilsin ki, məsələn, müəlliməsiz MİQ imtahanına hazırlaşırsınız və yaxud da ki, nə bilim, harasa CV verəcəksiniz, amma oradan imtahandan keçməlisiniz. Bu da ola bilər də, yəni bu da sizi təmsil edə bilər. Amma burada nə görürəm? Ən xoşa gəlməz hal. Burada maddi tərəfdən sizin sıxıntı yaşayacağınızı görürüm. Yəni nəsə maddi tərəfdən sizə xoş olmayan bəzi şeylər ola bilər. Burada kimsə də daxil ola bilər ki, misal üçün kimsədənsə siz pul gözləyirsiniz, amma o sizə o pulu verməyəcək və burada sizi biraz ürəyiniz sına bilər və bu insan sizə yaxın olan bir insandır. Yəni su ünsürü də ola bilər ki, bu insan bəlkə də sizə pul verməyə söz verib, amma verə bilməyəcək.
ya da ki pul vermək yox. Sizə işlə bağlı, işə düzəltməklə bağlı sizə söz verə bilər ki, bu həftə içində bunun alınmasını görmürəm. Amma buna baxmayaraq dedim də sizə ki, yəni maddi tərəfdən sıxıntı yaşaya bilərsiniz, yəni çöküşdə ola bilərsiniz, qəlbiniz sına bilər. Buna baxmayaraq mən sizi çox da belə kasıb kimi görmürəm. Yəni sanki ya sizin ailədən qaynaqlı və yaxud da ki, yəni sizin yığdığınız pul ola bilər. Yəni siz də çox da burada kasıb bir insan kimi göstərmir. Amma maddi tərəfdən düşüşdə olduğunuzu görürəm. Tutaq ki, bu da ola bilər də. Yəni aylıq sizə 2000 manat pul gəlir. Ola bilsin bu ay 1000 manat gələcək. Bu da sizin üçün böyük bir düşüşdür. Çünki siz o biri məbləğə öyrəşmisiniz deyə bu biri məbləğ sizin üçün düşüş ola bilər. Yəni özünüzü kasıb kimi hiss eləyəcəksiniz. Özünüzü yəni belə bitkin kimi hiss eləyə biləcəksiniz. Bəziləriniz ola bilsin kreditiniz, borcunuz var, onu vermək bu həftə alınmayacaq. Bu da ola bilər. Yəni burada sizi maddi tərəfdən sıxıntıda, amma çox da kasıb kimi görə bilmirəm. Yəni kimsə də sizə söz veribsə bu həftə ərzində alınmasını görmürəm. Amma elə bir ki, kimsə də ola bilsin ki, sizə nəsə söz verə bilər. Görək sevgi həyatımız necədir? Sevgi həyatımızda neysə 2 insan çıxdı. Niyə? Bunu siz daha yaxşı bilərsiniz. Niyə 2 insan? Ola bilsin, bir insan yalancıdır. Yalancı bir insandır, xəyanətkar bir insandır. Torpaq ünsürü və ya da hava ünsürü çıxır da burada. 2 ünsürdən biri. Biri çox yalancı bir insandır, xəyanətkar bir insandır. Biri isə sizdən yol baxımından uzaqdadır. Ya da ki, ola bilsin sizə tərəf gəlir. Çünki burada gəlir, kimsə gəlir. Torpaq ünsürü ola bilsin ki, yalancı bir insandır və ya da ki, hava ünsürüdür. Yəni burada biraz ayrımçılıq etməyək. Çünki bu ikisinin ortasında çıxdı. Fikir verirsiniz. Yəni hava ünsürü və od ünsürü, od nədir? Torpaq ünsürü. Bu torpaq, bu isə hava. Ortasında yəni yalan. Bir insan burada yalancıdır. Siz daha yaxşı bilirsiniz ki, mən kimdən bəhs edirəm. Bir insan da ki, ola bilsin ki, sizlə həmin insan tanışlığı ola bilər. Biraz yol baxımından uzaqdadır, hərbiçi ola bilər və ya da ki, başqa bir ölkədə yaşayır, başqa bir rayonda yaşayır. Həmin insan sizə sevgi barədə, sevgi də belə sevgi ilə gəlməyəcək, nəsə bir təklif görünür burada, nəsə təklif eləyə bilər. Və ya da ki, mən çox insan istəyirəm. Tutaq mən 2000 nəfər, 3000 nəfər necə deyə bilərəm bir tərəflə. Ona görə mən bir neçə yöndən izah edirəm ki, kimə necə uyğundursa elə də alıb qəbul eləsin. Bəzilərinizdə dediyim kimi olacaq. Bəzilərinizdə isə həmin o sevdiyiniz şəxs baxmayaraq yalancıdır, nə bilim, xəyanət eləyir sizə. Siz bunun bəzi hərəkətlərini, pis hərəkətlərini görürsünüz. Xoşa gəlməz hərəkətlərini görürsünüz. Ortada 3-cü şəxs də ola bilər. Həmin insan sizə addımla gələ bilər. Nəsə bir hədiyyə ala bilər, pul verə bilər sizə. Amma indi hal-hazırda nəyəsə ya aranızda soyuqluq var deyə elə çıxır, ya da ki, yol məsafəniz var aranızda, ya da ki, siz hardasınız, başqa bir rayonda ola bilərsiniz. Və ya da ki, istirahətə getmişsiniz, belə ola bilər ki, aranızda məsafə çıxır. Ümumiləşdirib belə bir şey deyək ki, 2 şəxs var burada. Biri sizin həyatınızda olan bir insan ki, həmin insan yalancıdır, ya da ki, həmin insan yox. Sizlə tanış olan həmin o bu həftə ərzində kim ki çıxacaq sizin qarşınızda. Həmin insan yalancı ola bilər, amma sizə nəsə təkliflə, pulla, nəsə bir şeylə gələcək. Həyatınızda olan insan da ola bilər. Yəni baxın, görün, əgər məsəl üçün sizin həyatınızda yeni bir insan daxil olmayacaq. Mən dediklərim sizə uyğun deyilsə, sizin sevdiyiniz insan, həmin o yalancı, yəni mütləq formada bu insan yalancıdır da. Yalancı bir insan, xəyanətkar bir insan sizə sevgi ilə yox da nəsə bir təkliflə gələ bilər, nəsə pul verə bilər sizə. O bizə nəsə görüş təklif. Görüş çıxma da düzdür burada, amma nəsə təkliflə gələ bilər sizə. Belə. Baxaq görək həftəmiz hərəkətli olacaq yoxsa yox. Təbii ki, yəni özü çox hərəkətli olacaq. Çox belə alovlu keçəcək həftəmiz. Çox belə necə deyim, ürəyini istədiyi kimi ola bilər də, yəni. Çox hərəkətli olacaq. Yəni bunu izah edin, başqa heç bir şey demirəm. Bir dənə su içim. Keçirik ikinci varianta. Görək sizi nə gözləyir. Mənim gözəl, dəyərli, özəl izləyicilərim.
Yaxşı ki varsınız. Hər birinizə cavab verə bilmirəm. Hətta vaxtım da olmur ki, girib heç olmasa kommentariyamızı like edim. Yəni buna da vaxtım olmur. Amma siz bilirsiniz ki, mənim daim ürəyimdəsiz. Sizi çox istəyirəm həqiqətən də. Yəni yorum yazanların hamısı onsuz da eyni insanlar olur və mən sizi çox istəyirəm doğrudan da. Yaxşı dəstək olursunuz. Bacardığınız qədər çox yorum yazsanız daha çox sevinərəm. Birinci sıramız iş, maddiyyat, pul. İkinci sıramız bizim şəxsi həyatımız, sevgi həyatımız. Görək nə olacaq. Və həftəmiz hərəkətli mi olacaq? Buna baxacağıq. Başlayırıq. Niyəsə burada iş tərəfdən, işdən söhbət gedir. İş tərəfdən darıxan, sıxılan bir adam görürəm. Niyə? Səbəbini siz daha yaxşı bilərsiniz. Niyə sıxılırsınız? Çoxdandan gözlədiyiniz bir şey var ki, onu əldə etmək istəyirsiniz. Çoxdandan gözlədiyiniz bir iş var ki, onunla bağlı danışıqlar eləmək istəyə bilərsiniz. Və yaxud da ki, çoxdandan da gözləyirsiniz ki, tutaq ki, də maaşınız qalxacaq. Və yaxud da ki, nə bilim, loru dildə izah eləyək. Və yaxud da ki, nə bilim, necə izah eləyim sizə. Yəni, nəysə çoxdandan gözləyirsiniz ki, onunla bağlı yüksəlişi gözləyirsiniz. Ev satmaq istəyən insanlar ola bilər, maşın satmaq istəyən insan ola bilər ki, və yaxud da dəyişmək istəyirsiniz. Yəni, maddi tərəfdən bir böyük bir şey var ki, onunla dəyişmək, yüksəlmək, belə bir şey gözləyirsiniz. Amma çoxdandan gözləyirsiniz bunu. Yəni, bu bir həftəlik bir müddət deyil. Bunu çoxdandan istəyirsiniz və arzu edirsiniz. Alınmadıqca da sanki sıxılırsınız, yorulursunuz, bezirsiniz, düşünürsünüz ki, onsuz da olmayacaq. Mən istədiyim şeylər onsuz da olmayacaq kimi düşünürsünüz. Yəni, burada bir darıxan bir insan var. Sıxılan bir insan var. Başa düşürsünüz. Amma yəni, belə bir şey necədir? Belə işgüzar xanım tipi var sizdə. Misal üçün, tutaq ki, heç işləməmişsiniz. Və yaxud da ki, işləyirsiniz. İşgüzar xanımsınız və yaxud da ki, işgüzar deyilsiniz. İşləyən bir tip var sizdə. Yəni, özünüzə baxımlı bir insansınız. Özünüzü sevən bir insansınız. Bayaqki izah elədiyim tamam başqa cürdür. Burada isə tamamilə belə türklərin sözü var, asil bir insan. Yəni, işləməsəz belə, sanki sizi iş qadını kimi görürlər. Yəni, bəlkə də geyim keçim onu göstərir, bəlkə də üz sima, bəlkə də təhsiliniz, danışıq formanız onu göstərir ki, sizi belə maddi tərəfdən nə qədər də belə tutaq ki də aşağı olsanız belə sizi üstün göstərirsin. Bu davranışınız, danışığınız, hər bir şey sizi daha üstün göstərir. Amma yenə deyirəm, burada çoxdan gözlədiyiniz bir şey var ki, onu əldə edə bilmirsiniz. Biraz duyğusal tərəfdən yanaşırsınız. Bilmirəm, bu nə ilə bağlıdır. Çoxdandan gözləyirsiniz o şey ki, hələ ki əldə edə bilmirsiniz. Bu həftə ərzində də təəssüf ki, bunu əldə etməyinizi görə bilmirəm. Belə. Bu getdi. Baxırıq bizim sevgi həyatımız görək necə olacaq. Aha. Bu qədər yaxşı gəlmişdi. Yəni, qəşəng yorumlar deyəcəyimi düşünürdüm. Amma burada nəsə bir ayma var. Bu iki kart birləşdirsə, burada üçüncü şəxsin olma ihtimalı 70% deyərdim sizə. Üçüncü bir şəxs var burada. Ya sizin istədiyiniz insanı sevir bu adam. O da ola bilər də. Yəni, üçüncü bir şəxs ortaya girməyə çalışır. Bu ola bilər. Və yaxud da ki, siz bu insanla harasa gedəcəksiniz. Amma bu insanda da var, nəsə bir şey var. Yəni, adama xoşa gəlməz bir şey var. Ya çox manipulyasiya eləməyi sevən bir insandır. Bu da ola bilər. Amma əslində sevgisi var, istəyi var. Mən deyə bilmərəm ki, tamamilə yoxdur. Amma misal üçün sizlə dalaşır, amma sizə tərəf gələndə elə cümlələr istifadə edir ki, elə şeylər deyir ki, yəni bəlkə də siz düşünürsünüz ki, bu insan mənim üçün vəbşə bu danışmadığımız müddət ərzində məni düşünüb hər gün, bəlkə də o deyil, bəlkə də elə deyil. Amma sizi qəşəng manipulyasiya eləyə bilər. Ya da belə bir şey, yaxşı tərəfindən belə bir şey deyəcəm. Tutaq ki, dalaşmasınız, bu həftədən söhbət gedir, yəni başqa bir vaxtı demirəm.
dalaşmısınız. Əgər sizə deyirsə ki, mən səni sevmirəm, məsələn, heç vaxt sevməmişəm, mən səni fırlatmışam, mən səni nə bilim, heç vaxt, yəni sən istədiyin cür görməmişəm, yalan deyir. Yəni burada bir yalan var. Bunu bu tərəfə də yorumlamaq istəyirəm ki, yəni bu insan əgər sizə belə bir şeylər desə, bilin ki, yalan deyir. Amma soyuqqanlı bir insandır da, belə kobud. Çox da yox, çox da yox. Amma bəzilərinizdə bu insan sizdən balaca da ola bilər. Belə bir şey deyim də, kobud insan ola bilər. Cüzi, yəni sizə soyuqluq göstərə bilər. Qısqanc insan ola bilər. Sizin münasibətiniz çox ağır irəliləyir. Bilmirəm, hansı mərhələdəsiz. Münasibətiniz çox ağır irəliləyir. İstədiyiniz cür gedə bilmir. Amma ümumilikdə götürəndə bu insanın sizə qarşı hissləri var. Hisslər var burada. Addım olacaqmı? Addım kiçik addımlar olacaq. Yəni bu sizi qane edər, etməz bilmirəm. Amma kiçik addımlar. Nəsə bir takdirinizi paylaşırsınız, like etmək. Və yaxud da ki, sizə nəsə bir kiçik də özünüz başa düşdünüzdə necə? Yəni kiçik addımlarla gələ bilər bu insan bu həftə ərzində. Bu belə. Ümumilikdə belə çıxdı. Baxaq görə həftəmiz hərəkətli mi? Həftəmiz duyğusal olacaq. Duyğusal. Ya da ki, siz bilirsiniz necə? Xəyal quracaqsınız. Xəyallar ölkəsində. Yəni bu həftə ərzində xəyal quracaqsınız. Necə izah edeyim sizə, necə deyim. Bəzilərinizdə isə belə bir şey deyim sizə. Nəsə kimsə sizə nəsə vəsiyyət eləyə bilər və yaxud da ki, nəsə sizə böyük bir sir verə bilər. Bunu da qəbul edə bilərsiniz. Amma ümumilikdə həftəmiz belə şey keçəcək. Duyğusal kimi olacaq. Yəni evlilik bəlkə də planlar quracaqsınız siz. Bəlkə də nə bilim xəyal quracaqsınız. Yəni belə xəyallar dünyasında yaşayacaqsınız biraz. Su içim yenə. Bir dəqiqə gəlirəm. Görürsünüz də qızlar. Elə bilin ki, padruqamsız. Zaten elə siz mənə doğma insansınız və sizin yanınızda çox rahat edir. Düz məni görmüşsünüz həmin vaxtda. Amma elə bilin ki, yanımda oturmuşsunuz və sizinlə çox rahat danışıram. Yəni sizə də əgər belə xoşdursa fikirlərinizi bildirin. Heç bir çəkdiyim heç bir videoda heç nə kəsməmişəm. Yəni olduğu kimi paylaşıram. Su içmək istəyirəmsə içirəm, nə bilim. Nəsə götürmək istəyirəmsə götürürəm. Yəni elə bilirəm ki, siz mənim üçün çox yaxşı doğma bir insansınız. Birinci sıramız olur maddiyat, pul, iş. İkinci sıramız bizim sevgi həyatımız, şəxsi həyatımız. Və üçüncü olur bizdə. Görək, həftəmiz hərəkətli olacaq, yoxsa necə? Başlayırıq. İşlə bağlı. Baxaq görək. Nə çıxır burada? İşlə bağlı da yaxşı çıxsın, bu da yaxşı çıxsın. Çox qəşəng. Burada bəziləriniz məhkəmə ilə bağlı işiniz ola bilər. Yəni bir dövlət müəssisəsi ilə bağlı, xəstəxana ilə bağlı işiniz ola bilər. İnşallah. Yəni burada böyük bir şey görmürəm. Bunu öncədən deyim. Yəni böyük bir sıxıntı görmürəm, amma nəsə bir dövlət müəssisəsi ilə bağlı işiniz ola bilər. Bəlkə də siz dövlət müəssisəsinə CV vermisiniz. Bu da ola bilər. Nəsə bir dövlət olmaya bilər də. Yəni böyük bir müəssisəyə nəsə CV vermisiniz, nəsə bir şeylər etmisiniz. Mən maddi tərəfdən sizi burada sıxıntıda görmürəm. Azından buna qədər, izlədiyiniz vaxta qədər bəlkə də sıxıntı yaşayırdınız, amma bundan sonra sıxıntıda görmürəm. Üzünüz gülə bilər. Müvəqqəti nəyinsə qələbəsini qazana bilərsiniz, amma müvəqqət olacaq bu. Bilmirəm, nə ilə bağlı, nəsə bir şey qələbə mi qazanacağınızı düşünürsünüz, nəsə bir şey eləyəcəyinizi mi düşünürsünüz, amma bu müvəqqət olacaq. Misal üçün deyim də, İstədiyiniz bir yerdən sizi işlə bağlı nəysə çağıra bilərlər. Bu qələbədir də, düzdür. Amma gedərsiniz orada bəlkə də xoşunuza gəlməz, sizin xoşunuza gəlməz.
Bu müvəqqətidir. Gördünüz mü? Müvəqqəti oldu, bitdi. Xoşunuza gələn bir şey idi. İnşallah mən ümid edirəm ki, elə bir şey olsun. Yəni çox istədiyiniz bir şeyin müvəqqəti olmasını istəmərəm. Tutaq ki, misal üçün də, yəni siz böyük bir dövlət müəssisəsində və ya özəl böyük bir müəssisədə işə başlamaq istəyirsiniz. İstəyirsiniz də, bu arzudur. Çağırılacaqsınız, amma gedəcəksiniz, xoşunuza gəlməyə də bilər. Belə bir şey. Amma burada sizə dəstək olmağa çalışan iki insan var. Bilmirəm bunlar kimdir. Ailədən də ola bilər, doğma bildiyiniz insan ola bilər. Pis insan deyirlər. Od ünsürü və su ünsürü daha belə basqın formadadır, daha belə özünü göstərən formadadır. Siz bilirsiniz artıq mən kimdən bəhs edirəm. Həmin insan sizə köməklik eləyə bilər maddi tərəfdən. Ümumiyyətlə burada maddi tərəfdən sizi mən sıxıntıda görə bilmirəm, görmürəm. İnşallah da heç vaxt da görmərəm. Yəni istədiyiniz bir şey var ki, onu maddi olsun, nə bilim mənəvi olsun, bunu siz müvəqqəti əldə eləyəcəksiniz. Yəni bu sizdə daimi olmayacaq. Baxaq görək sevgi həyatımız necədir. Aha. Sevgi həyatımız əslində çox sakit, stabil bir sevgi həyatımız var. Ya olduqca sakit bir sevgi həyatımız var. Nə irəli, nə qabağa getmir, nə dalı getmir. Olduğu yerdə, yəni sayırsız da, belə deyim. Mən buradan belə bir şey deyim. Keçən dəfə bir yorum yazmışdıq ki, mən demişdim ki, yəni burada sıxılan bir insan var, qarşı tərəf çox sıxılır. Xanım yazmışdıq ki, mən çox sıxılıram münasibətdən. Yəni belə bir şey yazmışdıq da, səhv eləmirəmsə. Bəli, bu sizdə ola bilər, sizdə insan da ola bilər. Yəni yorum tamamilə yadımda qalmayıb. Ona görə yəni mən sıxılan insan deyirəmsə, siz də ola bilərsiniz, qarşı tərəf də ola bilər. Belə. Burada da siz necə hərəkət eləməyən bir insanı görürəm. Adam hərəkət eləmir, hərəkət eləməyi sevmir. Münasibətdə qabağa getməyi sevmir. Yəni nəsə bir yenilik eləyim. Bu düşüncələr insanda elə bir aktivləşməyib də. Yəni adam qabağa getmək istəmir, olduğu yerdə sayır. Amma münasibətiniz stabildir. Olduğu kimi qalır. Yenə deyirəm, görürsünüz, yəni həm qabağa getmir, həm də dalı getmir. Yəni olduğu kimi qalır münasibətiniz. Burada qısqanclıq mövzuları ola bilər. Siz və yaxud da ki, bu insan sizi qısqana bilər. Əgər belə bir şey yoxdursa, olmayacaqsa, birli bir zamanda, birinci gündə ola bilər bu. Yəni birli bir zamanda bu insandan sizə addım gələcək. Ümumiyyətlə bu insanı siz gələcəyə aparacağınız bir insan kimi düşünürsünüz. Gələcəklə bağlı çox planlar qurursunuz bu insanla. Bu evlilikdə ola bilər. Evlilikdən başqa da, yəni müstəq evliliyi düşünmürsünüz, amma bu insanı gələcəyə aparacağınız bir insan kimi görürsünüz siz. Yəni gələcəklə bağlı çox planlar qurursunuz bu insanla bağlı. Başa düşürsünüz. Amma danışmırsınızsa əgər, birli bir zamanda bu insana sizə addım gələcək, danışırsınızsa bir yerdə sizdə qısqanclıq mövzuları ola bilər aranızda. Siz o insanı qısqana bilərsiniz və ya da ki, o insan sizi qısqana bilər. Belə bir şeylər baş verə bilər. Belə. İndi isə baxırıq bir dəqiqə. Həftəmiz təbii ki, hərəkətli olacaq. Təbii ki, amma bəzilərinizdə yol görünür. Harasa gedə bilərsiniz. İşlə də bağlı ola bilər, işlə də harasa gedə bilərsiniz. Yəni yol məsafəsi görünür. Bəlkə də sizi uzaq bir yolda iş təklifi gözləyir. Və ya da ki, istədiyiniz insan harasa gedə bilərsiniz. İstədiyiniz olmasa belə ailə ilə bir yerdə harasa gedə bilərsiniz. Həftəmiz çox qəşəng hərəkətli olacaq. Yəni hərəkətli keçəcək də, başa düşdünüz belə. Bu qədər. İzlədiyiniz üçün hər birinizə sonsuz təşəkkür edirəm. Yaxşı ki, varsınız qızlar. Yaxşı ki, sizin kimi gözəl izləyicilərim var. Əvvəllər, məsəl üçün, mən xanımlar deyəndə, qızlar deyəndə kimsə yazırdı ki, xanım yox, bəylər də izləyir. Amma indi məncə bəylər daha azalıb. Amma indi daha çox, belə %97% xanımlardır. Və mən sizi çox istəyirəm. Yaxşı ki, varsınız qızlar. Özünüzə yaxşı baxın, qəşəng kommentariyalar yazın. Girib sizə cavab verə bilməsəm də inanın ki, hamısını görürəm. Sadəcə olaraq vaxtım olmur ki, girib sizə nəsə cavab verim. Amma siz məni neçə illərdir izləyirsiniz deyə məni bilirsiniz.
necə sizi çox istədiyimi, necə sizə önəm verdiyimi bilirsiniz. Yaxşı ki varsınız, yaxşı ki mənim izləyicilərimsiz. Kim axıra qədər izləyibsə, kommentariyada özünü göstərsin. Öpürəm sizi, bağrıma basıram. Yaxşı ki varsınız, yenə deyirəm, sağ olun. Gələn həftə inşallah, nə bilim, bilmirəm. Bax, belə bir şey də deyim, ola bilsin ki, qızlar, gələn həftə açılım eləyə bilməyəcəm. Ümidvaram ki, incimərsiniz də məndən. Bəlkə də rayona getdim, nəsə bir şeylər oldu. Yəni, gələn həftə çəkə bilməyəcəm. Ümid edirəm ki, incimərsiniz məndən. Öpürəm sizi, yaxşı, özünüzə baxın. Sizi çox istəyirəm.